Hamıya salam. Bugünkü vlogumu mən qəhvə ilə başlayıram. Biz səhər-səhər qəhvə içməyi çox xoşlayırıq. Uşaqlar da içir. Bilirəm uşaqlar üçün ziyandır, amma mənim uşaqlarım o qədər çox sevirlər. Onlara görə bir gün, bircə dəfə onlara icazə verirəm, içirlər. Amma tünd qəhvə yox, onu mən qaymaqla ya süd ilə əlavə edirəm onlara ki, çox bərk olmasın. Təbii ki, lap balaca uşağıma bunu vermirəm, çünki onun cəmi 3 yaşı var. Bu onun üçün çox ziyan olar. İndi isə mən pişiklərimə yem tökürəm, çünki biz bugün çıxıb gedirik və onlar üçün yem olsun. Burada getməmiş bir neçə işimi də istədim ki, görüm, qalmasın. Bu aralarda hava çox küləkli olduğundan mən evdə bu dəmirin, suşulkanın üstündə quruduram paltarlarımı, çünki uşaq var deyənə tez-tez yuyuram, amma qurumur. Ona görə balkonda da sərəndə, balkonda bizdə həyət tərəfdən sərilir. Onda da paltarlar uçur. O tərəf bizdə çox küləkli tərəf olduğundan hələ ki belə edirəm, amma gələcəkdə istəyirəm bunu balkona çıxardım. Hal-hazırda orada yer yoxdur, bəzi işlər görünməlidir. Sonra isə bunu balkona çıxartacağam. Ona görə indi bunları yığışdırıram və keçid alıram yataq otağına. Uşaqlar özləri yerlərini yığışdırıblar, amma mən istədim ki, biraz da səliqəli olsun. Özümdə biraz əl gəzdirdim. Əslində bugün mən öz pul kisəmi itirmişəm. Dünənləri biz uşaqlarla gəzməyə getmişdik və yadımdadır ki, gəzəndə əlimdə idi və gəlinəcən yadıma düşür ki, əlimdə idi. Amma ki, səhər durmuşam, axtarıram, heç cür tapa bilmirəm. Ona görə, bu işə görə elə alındı ki, mən demək olar ki, bütün evi yığışdırdım ki, bir dənə o pul kisəmi tapa bilim. Və gördüyünüz kimi mən keçid aldım, qonaq otağını və buraları da yığışdırıram ki, bəlkə əlimdə olaraq harasa bilmədən qoymuşam və unutmuşam. Arada belə şeylər olur məndə, nəsə qoyuram, fikirləşirəm ki, dəqiq yadımda qalacaq, amma unuduram. Amma pul kisəsi ilə belə eləmirəm, mən gələn kimi öz sumkamda qoyuram, ya da gələn kimi koridorda bizdə şkaf var, ora qoyuram. Amma yenə də tapa bilmədim. Burada isə mən biz rayona yola düşəcək deyənə hal-hazırda paltarları və bəzi əşyaları yığıram ki, buradan sonra hamısını sumkalara yerbəyer edəcəm. Və bunu eləyərək paralel olaraq mən pul kisəmi də axtarıram. Hələ tapmamışam. Hərəmiz üçün bir çanta götürürəm və hamısının paltarları öz çantasında olsun deyənə uşaqlar öz paltarlarını özləri yığıblar. Burada isə mən balacamın və öz paltarlarımızı yığıram. Burada mən pul kisəmi hələ də tapmamışam deyənə fikirləşdim ki, bəlkə uşaq oynayanda divanın arasına ya altına düşüb və gördüyünüz kimi bunları da təmizləyirəm. Burada da görürsünüz toz yığılıb, ona görə getirdim toz soğanı, buranı da yığışdırım və dayana bilmədim və bütün otaqlarda toz soğanla siləcəm. Dediyim kimi hər yeri yığışdırdım, hər yeri toz soğanladım və yol qabağı yola düşməmiş, hamımız acımışdıq, çünki uca saat 12 idi və mən tez bazar bir dənə kükü pişirdim.
və biz yemək yeyib yola düşürük və inanmazsınız, pul kisəm evdəymiş. Mən isə hamısını ayağa qaldırmışam, mağazinləri hamısını axtarmışam, evi bütün gördüyünüz kimi alt üst etmişəm, amma pul kisəm siz deməyin mənim çantamdaymış. Həmişəki kimi çantama qoymuşam və onu orada yaxşı baxmamışıq, tapmamışıq. Biz isə yola düşdük və yolumuzu tutmuşuq altı ağaca. Yolda mənim şirinim biraz yatdı. Biz böyüklər isə baxırdıq ki, necə gözəlliklər var, necə gözəl dağlar, yaşıllıqlar. Çünki bu əraziyə demək olar ki, birinci dəfə gəlmişik. Mən bir-iki dəfə balaca vaxtı gəlmişəm bura, amma çoxdan gəlməmişəm və yadımda deyil ki, buralar necə idi və bu gözəllikləri demək olar ki, birinci dəfə görürük. Uşaqlar çox və çox xoşbəxt idilər, onlara da çox buralar xoş gəlirdi. Gördüyünüz kimi hoppanırlar, düşürlər, qaçırlar. Bu dağların öz gözəllikləri var. Elə bil ki, bunları bir rəssam çəkib. Не, это больше Хан-Булан. Смотрите, какой этот красивый туман. Это... Bu yola gəlib çatanda biraz çətinliklərimiz oldu. Düzdür, bizim maşınımız hündürdür deyənə buradan rahat keçdi, amma görə bilərsiniz indi ki, bəzi maşınlar çox çətinlik çəkirdi. Buradan keçimində sürə bilmirdilər, altı dəyirdi. Buranı yerli sakinlərin dediyinə görə sel aparılmış, ona görə bu yollar pis günə qalıb. Biz isə Bakıdan çıxmamış, burada olan otellərə zəng vurmuşduq və öyrənmişdik və ən gözəl, ən belə göbəyində yerləşən altı ağacın ən yaxşı otellərindən biri olan Cənnət Bağı otelində yer saxlamışdıq özümüz üçün. Gəlib baxdıq ki, çox gözəldir, hər tərəf yasəməndir, gözəllikdir, kaçelyalardır. Əsas uşaqların xoşu gələn bir mənzərə, bir gözəlliklər var idi və özümüz də uşaqlığımızı yadımıza salıb biraz yerləndik. Ладно. Давай делаем туда. Нет, стой, иди сюда, мама. Бали, классно здесь. Здесь нормально? Да. Точно? Давай. Опа! Иди, давай, еще раз поднимись, я тебя сфоткаю. İndi isə sizə biraz bizim oteldəki otağımızı göstərmək istəyirəm. Daha doğrusu burada 2 otaqdır və belə bir koridor. Koridorda gördüyünüz kimi divan, kreslo, televizor və istəsəz çay, kofe, hər şey içmək olur. Və dediyim kimi 2 otaq. Hər 2 otaqda 2 insan üçün belə çarpayı var. Və otaqlar demək olar ki, eynidir. Hər şey hər 2 otaqda eyni qoyulub. Şifonyer, kravat, pərdə, güzgü, kravatların yanında komodlar. Və tualet, hamam bir yerdə idi. Burada da hər şey çox təmiz, səliqəli. Şampunlar, diş fırçalar, hər şey qoyulmuşdu, nəzərə alınmışdı. Otağımıza baxıb rezerv edib biz getdik yemək yeməyə. Bu otelin restoranı var idi, amma biz istəyirdik açıq havada hardasa bir yemək ye, ona görə otelin restoranına getmədik. Yaxınlıqda bir belə gözəl məkan var idi. Gördüyünüz kimi Samavar çayı.
açıq havada. Düzdür, axşam olduğundan biraz sərin idi. Ona görə buranın biraz bağlı yerini seçdik. Amma hər şey görünürdü, təbiət pəncərələrdən görünürdü. İçəri isti idi. Bayırda dediyim kimi biraz hava soyuq idi. Biz də uşaqlarla olduğundan içəri keçdik. Ай, вот так, да, вот так, вот так. Примерно вот так. Вот поймаешь. Что, фейс, формукачка, хитичку. А, это такая ручка. Рано. И я за вас блин. Картошка. Kapı. Опять не отдал. Biz isə artıq sifarişlərimi etdik. Uşaqlar üçün kartoşka free, həmişəki kimi harda olsalar da bu yeməyi unutmurlar. Özümüz üçün buğlama, şirəli, quzu əti. Uşaqlar həm də düşbərədə seçdilər və bunları hamısını yedikdən sonra bir gözəl samavar çayını içdik. Və yola düşdük otelə. Потому что у меня не подключен. Нет. У меня Bluetooth отключен, поэтому твой показывает. Ты отключился? У меня Bluetooth не спишь. Вот, мне тут показало. Вот, смотри. Пока ты посмотришь, я уже нажала. Камер тебя не видно. Нормально, что я блок Я буду рядом, ben de böyle yapacağız. Ой. За. Ёх, пятьсот. Тебе тоже не помешало бы. Yolda bir mağazin axtarırdıq, amma burada heç yerdə mağazin demək olar ki, yox idi. Ancaq kənddə bir balaca belə mağazinə oxşayan bir şeylər var idi. Yolda bu gözəl itləri də gördük, onları da biraz çəkdik. Mağazindən uşaqlar biraz çayla içməyə bir şeylər aldılar və əsas da mən istəyirdim ki, çörək alaq. Baxmayın, gecə birdən uşaqlar acısa, onlar üçün yeməyə bir şey olsun. Это только не более года. Если 2020 года, то можно. Эмиль, что говоришь? Альбина, покажи, что купила. Ура! Молодец. Только Альпенгольд был вот этого. Альпенгольд. Это альпийские луга, которые? Взять? Ну, Альпенгольд. По-моему, я ее неправильно держу, да? Вот так. Ой, так правильно, да? А, нет, вот так. Вот ты поедешь, нет, сегодня? Не, я тебе шоколад. Əslində belə yerlərə çıxanda gərək hər şeyi Bakıdan alıb qoyasan bagaja, amma biz bu dəfə nəsə gec çıxdığımıza görə unutduq bəzi şeyləri edək, amma özümüzə söz verdik ki, gələn belə gəzməklərə gedəndə mütləq lazımlı şeyləri özümüzdən alıb gətirmək lazımdır. Здесь вот, Эмиль, твой синий трактор. Вот он какой красивый. Вот он. Ты увидел, Эмильчик? Ага. А вот его лафет, где арбуз. Ему фарли. Да, где арбуз твой танцует. Арбуз. Maşını parkovka edəndən sonra otelə kimi yol uzun olduğundan burada belə köməkli idilər. Maşına otuzdurub, veşlərimizi də götürüb bizi düz otelimizdəki otağa kimi aparırlar və bu çox maraqlı idi. Gördüyünüz kimi maşından çəkirik. İndi hal-hazırda bu maşında görəcəksiniz. Bir neçə yeri var. Çox insan otura bilər və çox dediyim kimi maraqlı alındı.
Что взяли, люди? Угу. Все, остановка. Видишь? Для макияжа. Все. Bu isə səhərsi gündür və biz səhər yeməyə gedirik. Səhər yeməyi otel tərəfindən təmin olunur. Стой, Юля. Вот, давай, поднимись, я вижу тебя, поднимись. Да. Поднимись. Вот, теперь зайди под правую руку. А тут, Стеклянный кстати, дверь, зоопарк видишь? тоже был. А что-то он сюда не налил? А туда будет кофе. Да, налил. Ты тоже хочешь? Прям одному. İnternet. Даже это. Он и то хорош. То, что он есть, это уже хорошо. Можно в любом. Və bizim ailəlikcə xoşumuza gələn ən əsas burada kaçellərdir və gördüyünüz kimi uşaqlığımız yadımıza düşüb və hamımız bu kaçellərdə yerlənirik. Сюда. Сюда. Туда. Сюда. Туда. Сюда. Да сядь уже. Нормально. Тут надо не раскачивать. Имя сядь. Имя сядь. Сядь. Вот надо раскачивать. Ты что, боишься? Держись, держись. Потом падает. Имя сядь. Что должно у него трястись? А ты туда бутылка положи, туда. Туда камень сахар. Какой бутылка? Камень. Поставим их. Так, Камень, тут сядь. Сядь тут. Сядь сюда. Видишь, люди. Остановка, папа. Папа, мама, остановка, мама. Эмиль, пойдем на животных. Я снимаю тебя, мама. Стой, иди. Это нужно запечатлеть. Я сяду, да, рядом, Камиль? Эмиль? Нет? Да. Наша остановка поехала. Дай мне. Остановку проехала? Дай мне. Burada isə biz veşlərimizi də götürüb artıq oteldən çıxdıq və Bakıya yola düşürük. Эмиль. Нет, это багаж, нет, Эмиль, это не багаж. Не заливай, я сам хочу Qayıdan yolda biz gözəl mənzərələr olan yerlərdə saxladıq, çoxlu şəkillər çəkdik. Təbiətdə şəkil çox gözəl alınır və burada çox gözəl təbiət var idi. Yəni şəkillər çox super alındı, çox xoşumuza gəldi. Что теперь? Камиль, вот это исправь и много там не копайся. Не копайся, сейчас снимаю. У тебя же еще нет в многоэкранном качестве. Ой, много с высоким разрешением. У тебя же нет еще с высоким разрешением. Нет? Да, сейчас буду делать.
фотки ты делаешь 4К. Ну тут нету, потому что он слишком много памяти жрал. А еще камера на это не способна. Еще эта камера именно на это не способна. И камера ты И чекнама. Но запомни, чем güçlü, тем меньше памяти. Давайте подробнее. Она, и вы говорили, то, что она чуть не этот. Очень сильно держу. Но эти горы — это моя подстель. Все, уже все сожженное. Bu dayanacaqda isə biz dahi sənətkar Mikail Müşfiqin muzeyinə yola düşdük.
Amma təəssüf ki, muzeyin bağlı vaxtına düşdük və heç nə biz görə bilmədik. İçəri keçə bilmədik. Сфоткай. Ты точно руки не трясутся? Не бойся. Тут никого нет. Və nəhayət ki, biz evdəyik. Bugün yoldaşımın ad günü idi və əsas da gəzməyə ona görə getmişdik ki, ad gününü birlikdə. Bu dəfə evdə yox, hardasa bir maraqlı yerdə keçirək. Amma evə gələndə yenə də qonaqlarımız oldu. Və mən tez bazar çalışdım ki, nələrsə bişirim. Sobada toyuğu qoydum və skavarotkada kartoşkanı qızartdım və köklə, kələm qarışığından bir salat düzəltdim. Salat çox dadlı olur. Üstünə də küncüt əlavə edirəm və yağ əlavə edib hamısını birlikdə qarışdırıram. Və doğma və sevimli insanlar ətrafında gözəl bir ad günü keçirdik. Hamıya can sağlığı arzu edirəm. Neçə belə illərə çıxaq inşallah. Və məni sonacan izlədiyiniz üçün təşəkkürlər bildirirəm. İnşallah gələn görüşlərədək.